Uzun zamandır fikrimde vlog çəkmək var idi. Bugün oyandım və niyə də olmasın dedim. Ona görə bugün və sabah, yəni həftə sonu bir yerdəyik. Əslində oxumasını sevdim. Burada da Dəngöz muncuğumuz var. Təxminən 10 gündə oradadır. Sağalmaq bilmir. Deməli sizə nədən danışım? Bugün getmişdim. Bir neçə işim var idi. Çıxdım şəhərə. Hava o qədər soyuq idi. Son 10 günüm ancaq şəhərə çıxanda hava soyuq deməklə keçir. Başqa bir cümlə qurmuram. Başqa bir fikir beynimdə dönmür. Ancaq hava soyuqdur. Niyə soyuqdur onu bilməm. Qışdır mənim. Açılı ilk vlogumdur. Ona görə nə danışacağımı da bilmirəm. Danışsam çox şey danışarım. Amma davamlı olaraq danışa bilmirəm. Bu ara sadəcə don geyinəcəm. Qrup yoldaşımın toyudur bu arada. Liner çəkdim. Universitetə gedəndə hər gün səhər tezdən oyanıb liner çəkirdim. O həvəsdən istəyirəm, başqa heç bir şey. Makyaj biraz sınav aydan da çıktı. Balaca her şey makyajına döndü. Makyajımı çok beğendim. ¿Por qué, mi amor? Why did you leave me waiting? Why did you go? Where is the touch? Where is the love? ¿Por qué, mi amor? Why did you close your heart
Geçməkdir. Külək olmasa daha yaxşı ola bilərdi. Amma yenə də sizə ən gözəl mənzərəni göstərim. Axşamları daha yaxşı olur. Ən sevdiyim yerlərdəndir. Siz nəyin fərqinə vardı? Deməli, hava soyuq olur, deyirik ki, hava soyuqdur. Bayıra çıxmayaq. Okey, xəstələnmə ehtimalımız var və yaxud digər. Hava isti olur, deyirlər istidir. Belə günü-günə ötürə-ötürə anı yaşamaqdan zövq almırıq. Zaten bu yağışdır, qardır. Hə, nə deyirdim? Bu yağışdır, qardır. Nə bilim, günəşin çıxmağıdır, havanın isti olmağıdır. Bunlar hamısı çox təbii proseslərdir. Təbiətin bir parçasıdır. Və biz də təbiətin bir parçası olduğumuz üçün bu anların içində yaşamalıyıq. Amma biz bunu özümüzdən uzaq qoyuruq. İstidir, çıxmayaq çölə, soyuqdur, birdən xəstələnərik və yaxud digər şeylər. Bilmirəm. Hər andan zövq almaq lazımdır deyə düşünürəm artıq. Düzdür, bunlar dediklərimin hamısını mən də eləmişəm vaxtilə. Amma yağışdır, çətinli götürürsən, çıxırsan. Nə bilim, günəşdir, yenə eyni qayda, çətinli götürürsən, yaxud kölgə yerlərdə dincəlirsən. Amma təbiətin o qanuna uyğunluğundan zövq alırsan. Məncə çox dəyərli nemətlərdir, sadəcə fərqində deyilik. In a little village just south of the border lived a peasant family. Əslində hər həftə sonum belə keçmir. Həftə içi full time çalışdığım üçün çalışıram ki, şənbə günü işdən kənar görməli olduğum işlərə ayırım. Bazar günü isə sırf özümə ayırıb me time eləyirəm. Amma bəzən ona da istəksizliyim olur. Evdən çıxmaq istəmirəm. Bu anlarda açığı nə yalan deyim, insanıq da. Keyfimiz ola da bilər, olmaya da bilər. Amma çalışmalıyıq ki, həyatın içində xırda anlar, xırda xoşbəxtliklər yaradaq özümüz üçün.